Salam, hər vaxtınız xeyir olsun mənim əzizlərim. Son hadisələrlə bağlı istəyirəm öz fikrimi söyləyim. Gedişata baxıram, gündəlik təhlillər, analizlər deməyə əsas verir ki, Allah üzümüzə baxıb ki, yevreylər özgə dinin mənsubun öz dinlərinə qəbul etmirlər. Əgər onlar öz dinlərinə, özgə dinin mənsubunu qəbul etsəydilər, inanın ki, mənə dünyanın yarıdan çoxu yevri olardı. Bəlkə də kimlərsə deyəcək ki, çox axmaqdılar. Qəbul etsəydilər, dünyada böyük bir gücə çevrilərdilər. Amma yox, yevreylər çox ağıllıdırlar. Onlar yaxşı başa düşür ki, qorxaqdan, yaltaqdan, dinin satan alçaqdan güc olmaz. Güc inadla doğar, tülküdə nə güc.